Salam, bugünkü mövzumuz qoruqlar, milli park və yasaqlıqlar. Azərbaycan ərazisi kiçik olsa da bioloji müxtəlifliyinə görə zəngindir. Antropogen təsirlər nəticəsində ölkəmizin ərazisində bəzi bitki və heyvan növləri nəsli tükənmiş və yaxud da tükənmə təhlükəsi altındadır. Bunun qarşısını almaq üçün onların adlarını qırmızı kitaba dövlət sənədində göstərilmişdir. Respublikamızda fauna və floranı zənginləşdirmək üçün milli park, qoruq və yasaqlıq yaradılmışdır. Milli park insanların istirahət edə biləcəyi təbii landşaft ərazisidir. Respublikamızın ərazisində 10 milli park vardır. Onlardan ən böyüyü Şahdağ Milli Parkı. Şahdağ Milli Parkı Qusa, Quba, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ rayonları ərazisində yerləşir və dağ tundra iqlimi, həmçində soyuq iqlim burada formalaşmışdır. İkinci, Samur-Yalama Milli Parkı. Samur-Yalama Milli Parkı 2013-cü ildə Almaniya Federal Hökumətinin proqram çərçivəsi əsasında Qafqaz təşəbbüsü proqramı ilə interazonal landşaftın qorunması məqsədi ilə yaradılmışdır. Daha sonra Abşeron Milli Parkı. Abşeron Milli Parkı Şahdili burnunun ərazisində Xəzər su itilərinin qorunması məqsədi ilə Bakı şəhərinin ərazisində yaradılmışdır. Dördüncüsü isə Zəngəzur Milli Parkı Naxçıvan ərazisində formalaşmış, yəni belə deyək də salınmışdır. Şahbuz, Culfa və Ordubad rayonlarının ərazisinə düşmüşdür. Həmçində Şahbuz belə deyək də qoruğunda da dərman bitkilərini becərilir, qorunur. Daha sonra Altıağac Milli Parkı və bundan sonra, yəni adlarını çəkəcəyim 4 milli parkdan sonra adını çəkəcəklərim milli parklar həm milli park, həm də qoruq əraziləridir. Altıağac Milli Parkı tərkibində Altıağac qoruğu vardır. Landşaft, meşə landşaftı qorunur, fauna və floralar. Həmçində Xızı və Siyəzən rayonlarının ərazisində yerləşir. Daha sonra Qızılağac Milli Parkı və onun da tərkibində Qızılağac qoruğu. Deməli, 3 rayonun milli park ərazisi 3 rayonun ərazisini əhatə edir. Neftçala, Lənkəran və Masallı. L, M, N hərfləri, yəni sonor samitlərin olduğu belə deyək də hərflərdən ibarət olan rayonların ərazisinə düşür milli parkın ərazisi. Qoruğun ərazisi isə Lənkəran rayonu ərazisinə düşür. Daha sonra Ağgöl qoruğu və burada nələr qorunur? Deməli, Qızılağac qoruğunda su quşları qorunur, bataqlıq ərazidir həmçinin. Daha sonra Ağgöl qoruğunda da deməli su quşları qorunur, həmçinin də yarım səhra landşaftında yerləşən deməli qoruqdur. Göygöl qoruğu isə deməli Kiçik Qafqaz dağlarında, həmçinin burada gölün landşaftı, meşə landşaftıdır. Burada soyuq iqlimdə formalaşan deməli qarmaqvari şam və həmçində burada heyvanlar xallı maralın adını qeyd edəcəyik. Burada yəni onlar qorunur. Daha sonra Şirvan qoruğu. Şirvan qoruğu isə deməli burada ceyranlar və su quşları qorunur. Deməli Bakının Qaradağ rayonu ərazisində, Salyan və Neftçala rayonlarının ərazisində yerləşir. Deməli, Göygöl qoruğu isə Goranboy, Daşkəsən, Göygöl rayonlarının ərazisində yerləşir. Bir də Hirkan qoruğu. Hirkan qoruğu isə həm qoruq, həm deməli milli park, həmçinin də yasaqlıqdır. Və Lənkəran Astara rayonunun ərazisində yerləşir. Burada isə dəmirağac, relik və endemik bitkilər qorunur. Dəmirağac, Hirkan şumşadı, daha sonra deməli Lənkəran akasiyası. Qeyd edeyim ki,
Burada relik və endemik bitkilər dedikdə, endemik bitki oraya məxsus yetişən bitkidir. Relik bitki isə qədim dövrdən indiki dövrümüzə qədər gələn bitkilərdir. Bunları ayırmaq üçün əsasən endemik bitkilər dedikdə, deməli, bitki növləri, məsəl üçün, Qarabağ dağ laləsi, Lənkəran zambağı, Lənkəran akasiyası, Xəzər zəfəranın adlarını qeyd edə bilərik. Amma endemik dedikdə isə əsasən ağac növləri, məsəl üçün, dəmir ağac, şümşad, şabalıd yarpaq palıd ki, Hirkan meşələrində onlar qorunur. Və bunu sizin üçün qruplaşdıran zaman, demək, bunları yazdığım zaman daha rahat yadda saxlamaq üçün Şahdağ, Samur-Yalama, Abşeron, Zəngəzur, bu 4 dənəsi yalnız belə deyək də milli park. Burada isə altı ağac, qızıl ağac, yəni ağac kimi qafiyəli, Ağgöl, Göygöl, Şirvan və Hirkan. Qeyd edim ki, altı ağac, qızıl ağac, Ağgöl, Göygöl, Şirvan, Hirkan həm milli park, həm də qoruqdur. Hirkan isə bunlardan əlavə həm də yasaqlıqdır. Rayon olaraqdan isə adlarını qeyd elədik və deməli, Quba, Qusa, Şamaxı, İsmayılı, Oğuz, Qəbələ rayonları ərazisində digərlərinin isə adlarını qeyd etdik. Altı ağac qoruğunu deməli, Siyəzən və Xızı rayonları ərazisində yerləşir, onu qeyd etməmişdim. Və gəldik qoruqlara. Qoruq nədir? Qoruq deməli, qoruq ərazisində elmi tədqiqat işləri aparılır və ora girmək, icazəsiz girmək olmaz və bütün təbii komponentlər qorunur, kompleks şəkildə qorunur. Və Zaqatala qoruğundan başlayaq. Zaqatala qoruğu Qafqaz dağlarında yerləşən, Balakən və Zaqatala rayonları ərazisində yerləşən qoruqdur, həmçinin də sərhəddə düşür. Və sərhəddə düşənləri sonda bir daha qeyd edəcəm. Daha sonra İllisu qoruğu Qax rayonu ərazisinə düşür. Hər iki qoruqda meşə landşaftdan, yəni fauna, heyvan, flora, bitki növləri qorunur. Yəni kompleks şəkildə qorunur. Daha sonra gəlirəm Türyançay qoruğuna. Türyançay qoruğu Mingəçevirdən biraz belə deyək də azca irəlidə yerləşir və rayon olaraqdan Göyçay, Ağdaş, Göyçay, Ağdaş, Yevlax rayonlarının ərazisində yerləşir və burada arid meşə, saqqız ağacları qorunur. Yəni quraq, belə deyək də, arid meşələrin qorunduğu ərazidir. Daha sonra gələk Körçay qoruğuna. Körçay qoruğunda isə deməli Goranboy rayonu ərazisində yerləşir. Bozdağın landşaftı qorunur. Körçayda həmçində yasaqlıq, yəni Körçay yasaqlıqda vardır. Daha sonra deməli Qarayazı qoruğu, Qarayazı qoruğunda Tuqay meşələri qorunur. Ağyarpaq, Qova, Qara ağac, Söyüd, Uzunsaplaq, palıdın adlarını qeyd edə bilərik. Ağstafa rayonu ərazisində yerləşir. Deməli Kürün sahilində yerləşən intrazonal landşaftın qorunduğu ərazidir. Eldar şamı qoruğu endemik relik bitkidir, quraqlığa davamlı bitki. Eldar şamı və yaxud da belə deyək də Ceyran çöl ərazisində yerləşən deməli iynə yarpaqlı meşələrin qorunduğu ərazidə Samux rayonu ərazisinə düşür. Daha sonra daha bir sərhəddə düşən, həmçində Eldar şamı da sərhəddə düşürdü. Qaragöl qoruğu Laçın rayonu ərazisinə düşür. Çəmən meşə landşaftının olduğu Qaragölün kompleks qorunduğu ərazidir. Qarabağ vulkanik yaylasında yerləşir. Sonra isə Bəsidçay qoruğu Zəngilan rayonunun ərazisinə düşür. Şərq çinarı qorunur. Sonra 52 palçıq vulkanının qorunduğu, deməli, Bakı Abşeron ərazisində yerləşən deməli palçıq vulkanların adlarını qeyd edə bilərik. Burada Keyrəki, Kənizdağ, Otman Bozdağ və Harlı kimi vulkanlar deməli qorunan palçıq vulkanları, yəni digərlərinə bitki heyvanat aləmi qorunursa, burada isə palçıq vulkanları qorunur. Adların bayaq qeyd etdiyim içərisində yasaqlıq da işlətmişdik. Yasaqlıq nədir? Yasaqlıqda isə insanların təsərrüfat işlərini görmələrinə icazə verilir. Orada bir və yaxud da bir neçə deməli təbii komponent qorunur. Məsəl üçün
kiminsə əkin sahəsi ərazisidir. Orada ox atan kirpi var və o ox atan kirpinin ərazisini belə deyək də nişanlanır və ona toxunmağa icazə verilmir. Oradanma ətrafında isə əkin biçin işlərini görə bilərsən. Yəni ona toxunmaq yasaqdır. Yasaqlıq ərazisi dedikdə bunu nəzərdə tutulur. Bir və yaxud da bir neçə komponent və yaxud da bu çinar ağacı ola bilər ki, orada bir 100 il yaşı olan çinar ağacı qorunur. Deməli, qoruq yasaqlıqlardan biz Zaqatala yasaqlığının da həmçinin də qoruq idi, adını qeyd edə bilərik. Daha sonra Şəki və Qusar rayonları ərazisində yasaqlığı deyə bilərik ki, burada landşaftı, meşənin landşaftı, həmçinin də ov üçün deməli məməli heyvanların olduğu ərazini qeyd edə bilərik. Sonra yasaqlıqlardan deməli Çorçay yasaqlığının adını qeyd etdik və bundan başqa Bəndovan yasaqlığının adını qeyd edə bilərik. Bəndovan yasaqlığı, Çorçay yasaqlığında bu ərazilərdə deməli ceyranlar və su quşları qorunur. Daha sonra deməli Bəndovan yasaqlığından biraz yuxarıda biz deməli gil, qızılağac, kiçik qızılağac və bir də Hirkan deməli yasaqlığında deməli üzr istəyirəm. Gil, Şirvan və qızılağac deməli gil, qızılağac, Hirkan deməli yasaqlıqlarında isə köçəri quşlar və belə deyək də çöl quşları, bataqlıq quşları, çünki bunlar bataqlıq ərazisindədir və həmin ərazidə deməli köçəri quşlar qorunur. Ramsar təşkilatı da ümumiyyətlə köçəri quşların olduğu, yəni quş növlərinin qorunduğu təşkilat növü. Daha sonra deməli Lənkəran ərazisində yerləşən demək Ruvorud yasaqlığının adını qeyd edə bilərik. Ruvorud biraz qəribə addadır. Bir də Zuvand yasaqlığı var. Yardımlı ilə Lerikin arasında yerləşir Zuvand yasaqlığı. Bundan başqa deməli Araz boyu 2 dənə yerdədir. Həm Naxçıvanda, həm də Zəngilan rayonu ərazisində olan deməli yasaqlıqdır və həmçinin burada yasaqlıqlardan Araz boyu, Laçın, Daşaltı, Şuşada yerləşən Daşaltı, bir də Qubadlı yasaqlığı, elə bir hərəsinin baş hərfinə A, Araz boyu, L, Laçın, D, Daşaltı, bir də Qubadlı işğaldan azad olunan yasaqlıqlardır və bu yasaqlıqlar dediyim kimi deməli həmin ərazinin təbii kompleksi, yəni yasaqlıqda müəyyən komponentlər qorunur. Bir də digərlərindən fərqli olan Arpaçay yasaqlığıdır ki, Arpaçay yasaqlığında isə tarixi memarlıq abidələri qorunur. Demək, yasaqlıqlar, qoruqlar, milli parklar mövzumuz bu qədər. Sağ olun.